Cəlilabadda avtomobil 50 metr hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb. Cəlilabad rayonunun Soltankənd Zəhmətabad avtomobil yolunda axşam saatlarında yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü idarə etməni itirib. Nəticədə avtomobil təxminən 50 metr hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan, onlardan biri az yaşlı olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar. Məmmədov Elçin, mən kənd sakiniyəm. Bu da qonşu həyətdir. Hal-hazırda burada yaşamır qonşu. Demək, təzə yol çəkilib, təzə asfalt vurulub bura. Yəqin ki, surətdir də hadisəndə. Oradan bura təxminən 50 metr. Demək, 50 metr bu yuvarlanıb gəlib düşüb də bu maşın bura. Mən çıxanda artıq bu maşın buradaydı, burada dayanmışdı. İçində də 4 nəfər, yəni biri az yaşlı olmaqla, biri körpə idi, bir yaşı olar olmaz. Səhv eləmirəmsə qız uşağı idi. 4 nəfər idi. Şofördən başqa gəlin, uşaq və bir nəfər 14 yaşında cavan uşaq. Biz də yəni, hadisəni gördük, gəldik, biz kənd sakini kimi, hampa kimi, el kimi, vətəndaş kimi əlimizdən gələn elədik və onların çıxmasına da biz yardım elədik. Şoför özü çıxmışdı, amma gəlinin, uşağın və o az yaşlı uşağı, 14 yaşlı uşağı çarpmaq yəni bizim köməkliyimizlə çıxdı. Yenə şükür ki, salamatlıq oldu. Faktla bağlı araşdırma davam etdirilir. Birinci uşaq olmaz, həqiqətən olmaz. Uşaq olsaydı qabaq. Açılı bir şeydir. Bu yaxşı sırazı bağlanmıyor. Yox. Bu nerede düşürdü? Siz orada pavarotda 56